Çerniqov vilayəti Ukraynanın 24 vilayətindən biri. Bu vilayətin böyüklüyü 31.000 kvadrat kilometrdən böyükdür. Əhalisi isə 1 milyona yaxındır. Çerniqov vilayətinin inzibati şəhər mərkəzi isə Çerniqov şəhəridir. Bu şəhər 10-cu əsrdə salınıbdır. Bu vilayətə həmçinin Neşin, Priluki, Baxmaç, Çerniqov, Nasovka və digər şəhərlər daxildir. Bu vilayətin əsas gəlir yerlərindən biri isə kənd təsərrüfatıdır. Belə ki, burada kukuruz, buğda və digər bitkilər bitir. Həmçinin buranın gəlir yerlərindən biri isə heyvançılıqdır. Vilayət ət, süd, yağ, şorb və digər süd məhsullarını satışa çıxarır. Bu vilayətdə həmçinin tikiş fabrikaları da mövcuddur. Vilayətdə həmçinin neft və qaz mövcuddur. Bu da vilayətin gəlir yerlərindən biridir. Bu vilayət cənub-şərqdə Poltava vilayəti ilə, şərqdə Sumi vilayəti ilə və həmçinin cənub-qərbdə Kiyev vilayəti ilə həmsərhəddir. Çerniqov vilayəti şimalda Rusiya ilə, şimal-qərbdə isə Belorusiya ilə də sərhəddir. Həmçinin bu vilayət Ukraynanın ən az əhalisinə sahib olan vilayətdir.